Bugün orta sürət və hərəkətin nisbiliyi mövzusunun testlərinə baxacağıq. Videoya keçməzdən əvvəl videonu bəyənib kanala abunə olmağı unutmayın. Gəlin videomuza keçək. Birinci sualda bizə deyir ki, mexaniki hərəkət zamanı fiziki kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Mən bilirəm ki, adi vaxtda yer dəyişmə sıfıra bərabər ola bilir. Deməli, yer dəyişməyə görə orta sürət də sıfıra bərabər ola bilər. Cavab olur A variantı. Keçək növbəti suala. İkinci sualda bizə deyir ki, avtomobil Bakıdan Şəkiyə qədər olan 320 km məsafəni 5 saat müddətində qət edir. Avtomobilin yola görə orta sürətini hesablayın. Baxın, mənə deyir ki, 320 km məsafəni, deməli mənim məsafəm 320-dir, yazıram. Məsafəni 5 saata qət edir. Yəni zamanı da mənə verib 5 saat. Yazıram T bərabərdir 5. Bu zaman sürət istəyirsəm və orta sürət bərabərdir S ümumi bölünsün T ümumi. S ümumimi verib 320, T ümumi zamanım isə 5'dir. 320'ni də 5'ə böləndə cavab düşür 64 km bölünsün saat, yəni B variantı. 3 nömrəli sualda bizə deyir ki, avtomobil Bakıdan Mingəçevirə qədər olan 280 km məsafəni 5 saat müddətində gedir. Avtomobilin yola görə orta sürət. Baxın, məsafəni verib, zamanı verib. Yazıram. V orta bərabərdir S bölünsün T. S'i verib 280, T zamanımı verib 5. 280'i də 5'ə böləndə deməli 56. Cavab edir 56 km bölünsün saat. D variantı. Keçirəm növbəti suala. Dördüncü sualda deyir V1 bərabərdir 6 metr böl saniyə, V2 bərabərdir 8 metr böl saniyə olduqda birinci avtomobilin ikinciyə nəzərən sürətinin modulunu istəyir. Yəni bizdən nisbi sürət istəyir. Baxıram ki, bunlar əks istiqamətdə yönəlib. Nisbi sürəti tapanda V1 2 bərabərdir toplanmalıdır. V1 ilə V2'ni toplayıram. V1 isə 6'dır. V2 də 8'dir. 6 ilə 8'in cəmi də mənə verir 14. Yəni cavab olur D variantı. 5 nömrəli sualda bizə deyir ki, V1 bərabərdir 10 metr böl saniyə, V2 bərabərdir 15 metr böl saniyə olduqda birinci avtomobilin ikinciyə nəzərən sürətinin modulu. Görürəm ki, bunlar yeni əks istiqamətdədir. Deməli, nisbi sürəti tapanda toplamalıyam. Yazıram V1 plus V2. Buradan da 10 ilə 15'i toplasam cavab mənə verir 25 metr bölünsün saniyə, yəni Y variantı. Gəlirəm 6 nömrəli suala. Deyir, ikinci avtomobilin birinciyə nisbətən sürətinin modulu nəyə bərabərdir? Görürəm ki, bunlar eyni istiqamətdə hərəkət edir. Deməli, nisbi sürət tapanda çıxmalıyam. Onda V2 1 bərabərdir, belə yazaq. V2 1 bərabərdir. V2'dən V1'i çıxıram. Yəni V2'nin sürəti 90'dır. V1'in sürəti isə 80'dir. 90'dan da 80'i çıxanda cavab mənə verir 10 km bölünsün saat. Keçirəm növbəti suala. 7 nömrəli sualda bizə deyir ki, eyni müstəvi üzrə hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cismin sürətinin modulu ən böyükdür? Nəzərən deyir. Deməli, biz burada nisbi sürətə baxmalıyıq. Böyükdür deyirsə, biz nisbi sürəti nə vaxt böyük alırıq? Toplayanda. Bəs nə vaxt sürətləri toplayırıq? Əks istiqamətdə gedəndə. Deməli, mənim burada axtardığım istiqamət əksin olmalıdır. Əgər V bu istiqamətdə gedirsə, digər bunun əksinə getməlidir. Yəni, cavab olur A variantı. 8 nömrəli sualda bizə deyir ki, X oxu üzrə hərəkət edən İki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Müşahidə başlanğıcından 3 saniyə sonra ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyası. Əvvəla baxıram ki, hər ikisində sürət müsbətdir. Yəni hər ikisi X oxu istiqamətdə hərəkət edir. Yəni eyni istiqamətdə gedirlər. Və mənə deyir ki, ikincinin birinciyə nəzərən. V2 1 bərabərdir. Deməli, eyni istiqamətdə nisbi sürət tapanda çıxıram. 2'dən 1'i çıxmalıyım. Baxıram ki, 3 saniyə sonra hər ikisinin sürəti 10 olub. Onda ikincinin də sürəti 10'dur, birincinin də sürəti 10'dur. Çıxsam mənə verər 0. D variantı. 9 nömrəli sual. Deyir, X oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Müşahidə başlanğıcından 2 saniyə sonra birinci cismin ikinci cismə nəzərən sürətinin proyeksiyası. Baxıram, yenə eyni istiqamətdə gedirlər. Hər ikisində sürət müsbət olduğu üçün X oxu istiqamətindədirlər. Və 2 saniyə sonra hər ikisinin sürəti 10 olub. Onda birin 2'yə nəzərən nisbi sürətini istəyəndə V1'dən V2'ni çıxıram. Hər ikisinin sürəti də 10'dursa, ondan 10 çıxanda mənə verər cavabı 0. Yəni D variantı.
Gəlirəm 10 nömrəli suala. Deyir ki, əks istiqamətdə bərabər sürətli hərəkət edən iki cismin hər birinin yerə nəzərən sürəti 2 dəfə artırılarsa, onların bir-birinə nəzərən nisbi sürəti. Bunu belə tapa bilərik uşaqlar. Baxın, mən düşünürəm ki, V1-imə V deyim. V2-nin sürətinə tutaq ki, 2V deyirəm, sürətləri müxtəlif olsun. Aha, bunlar əks istiqamətdə gedirlərsə, şərtdə deyir əks. Deməli, bunların nisbi sürətini tapanda toplamalıyım. Nisbi sürətini taparam. V1 ilə V2-ni toplayaram. Edərmi 3V? V ilə 2V-ni. Aha. Sonra mənə deyir ki, neynə? Yerə nəzərən sürətini hər birinin 2 dəfə artır. V1-im V idi. 2 dəfə artıranda olarmı 2V? V2-im 2V idi. 2 dəfə artırsam olarmı 4V? İndi bunların bir-birinə nəzərən nisbi sürətini tapanda 2V ilə 4V-ni toplayaram. Mənə neçə verər? 6V verərmi? Verər. 6V və görürəm ki, bunların onda nisbi sürətlər necə dəyişdi? Baxın, necə dəyişdi? 3V idi 6V oldu. Yəni 2 dəfə artdı. Cavab D variantı. Keçirəm növbəti suala. Eyni istiqamətdə müxtəlif sürətlərlə. Baxın, bunlar yenə eyni istiqamətdədir, amma müxtəlif sürətlə hərəkət edirlər. Yazaram. V1 bərabərdir V. V2-yə də yazaram 2V. Bayaqki kimi davam edək. Bunların bir-birinə nəzərən nisbi sürətini istəyir. Tapaq. Deməli, nisbi sürəti tapanda bir şeyə diqqət edirəm. Bunlar eyni istiqamətdədir. Çıxmalıyam. Belə edək. V2 1 yazaq. Deməli, V2 1 bərabərdir. V2-dən V1-i çıxıram. 2V-dən V-ni çıxanda qalır V. Sonra deyir ki mənə, bir dəqiqə. Sonra deyir ki mənə, hər birinin yerə nəzərən sürət 2 dəfə artırsam. Deməli, mən onda burada nə yazıram? Hər birinin sürətini 2 dəfə artıram. V1-in V idi, olur 2V. V2-im 2V idi. 2 dəfə artıranda olur 4V. Bunu yazıram. Sonra bunların bir-birinə nəzərən nisbi sürətini tapıram. Yəni 4V-dən 2V-ni çıxıram. Qalır 2V. Baxıram ki, bunların nisbi sürəti necə dəyişdi? V idi, oldu 2V. Deməli, 2 dəfə artdı. Cavab olur C variantı. Keçirəm növbəti suala. 12 nömrəli sualda bizə deyir ki, 2 maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki, asıllıqları verilmişdir. Bizə deyir, birinci maddi nöqtənin ikinciyə nəzərən sürətinin proyeksiyasını zamandan asıllığını müəyyən edin. Baxın, görürəm ki, sürətlərin hər ikisində müsbətdir. Deməli, bunlar eyni istiqamətdə hərəkət edir. Nisbi sürət tapanda çıxmalıyam. Birincinin ikinciyə nəzərən deyirsə, V1-dən V2-ni çıxıram. O da bərabərdir. V1-im nə qədərdir? 5 dedi. Çıxıram. 3T. Qabaqdakı mənfi 2-nin qabağını mənfi edir. Onda buradan cavabı alsam, olur 2T çıxılsın 2. Cavab A variantı. Gələk 13 nömrəli suala. Bizə deyir ki, çay axını istiqamətində suya nəzərən 36 km/saat sürətlə üzən qayıq 600 metr məsafəni 50 saniyəyə qət etdi. Çayın axın sürətini tapın. Baxın, birinci görürəm ki, cavabı metr/saniyə iləndir. Sürətimi çevirməliyim. Yazıram ki, V bərabərdir. 36-nı vururam 18-də 5-ə. Beləliklə, mən buradan sürətimi tapıram. 10 metr/saniyə. Və görürəm ki, çay axını istiqamətində üzür. Ondan S bərabərdir. V-nin yerinə yazıram. V qayıq üstə gəl. V çay vurulsun T şəklində. Buradan da indi mənə verilənləri yerinə qoyub tapacam. Deməli, S verilib 600 bərabərdir. V qayıq, bu bizim qayığımızın sürəti idi. Aha, 10 üstə gəlinsin. V çay yoxdur. Vururam, zamanında 50 verib. Elə 650-yə bölərəm 12 düşər. 12 bərabərdir 10 üstə gəlinsin V çaya. Buradan da onda V çayı tapıram. 2 metr/saniyə. Yəni cavab D variantı. Keçirəm 14 nömrəli suala. 14 nömrəli sualda bizə deyir ki, çay axının əksi istiqamətində suya nəzərən 36 km/saat sürətlə üzən qayıq 400 metr məsafəni 50 saniyəyə qət etdi. Çayın axın sürəti. Deməli, qayığın sürətini mənə verib 36. Bunu çevirirəm. 36-nı vururam 18-də 5-ə. Bu mənə verir 10 metr/saniyə. Daha sonra deyir ki, çay axının əksi istiqamətində gedir. Onda S bərabər olur. Yazmalıyam. V qayıq çıxılsın, V çay vurulsun T şəklində. Burada S-imi verib 400 bərabərdir. Qayıq 10-dur. Çıxıram V çay. Vururam T zamanım 50-yə.
Buradan 400 ilə 50-ni ixtisar apara bilərəm. 8 bərabərdir 10 çıxılsın bir çaya. Onda buradan da çayın sürətini taparam ki 2 metr bölünsün saniyə bərabərdir. Yəni cavab olur C variantı. Keçirəm 15 nömrəli suala. Deyir ki 5 metr bölü saniyə sürətlə hərəkət edən və uzunluğu 150 metr olan qatar nə qədər müddətə qarşıdan gələn 10 metr bölü saniyə sürətə malik qatardakı sərnişinin yanından keçər. Baxın, qatar belə gedir, tutaq ki, sərnişin də bu şəkildə gəlir. Bunlar əksi istiqamətdədir. Nisbi sürətlərini tapanda toplayaram. Deməli, 5 ilə 10-u toplayıram. Deməli, mənim ümumi sürətim edir 15. Qatarın yanından keçəndə də, qatarın yanından ötüb keçəndə qatarın uzunluğu qədər məsafə qət edir. Yəni, mənim getdiyim yolda ilə 150 olur. Zamanı istəyirsə, T bərabərdir, S bölünsün V yazaram. S var 150, V də var 15. 150-ni də 15-ə bölsəm, cavabı alaram 10 saniyə, yəni B variantı. Keçirəm növbəti suala. Aralarındakı məsafə 600 metr olan iki avtomobil bu sürətlə qarşı-qarşıya hərəkət edir. Deyir, nə qədər vaxtdan sonra onlar görüşəcəkdir. Qarşı-qarşıya hərəkət edirlərsə və nisbi sürət tapanda toplayaram. 12 ilə 8-i toplayıram, edir 20. Daha sonra nə qədər vaxtdan sonra görüşərlər deyir, T istəyir. T bərabərdir, S bölünsün V şəklində yazaram. O da bərabərdir. Deməli, S-i verib bizə 600 verib, qoyuram yerinə. Bölürəm, sürətdə tapmışam 20. 600 də 20-yə böləndə cavab düşür 30 saniyədən sonra. Deməli, bu cisimlər görüşərlər. Gəlirəm 17 nömrəli suala. 17 nömrəli sualda bizə deyir ki, iki maddi nöqtənin hərəkət tənliyi verilmişdir. İkinci nöqtənin birinciyə nəzərən sürətinin modul. Baxın, birincinin sürəti nə qədərdir? X0 üstəgəl V2-dən 2-dir. Özü də müsbət 2-dir. İkincinin sürəti isə müsbət 3-dür. Yazaram. Və görürəm ki, bunların sürətləri müsbətdirsə, bunlar eyni istiqamətdə hərəkət edir. Deməli, nisbi sürəti tapanda, ikincinin birinciyə nəzərən sürətini tapanda çıxmalıyım. V2 bir bərabərdir, ikincidən birincini çıxıram. 3-dən də 2 çıxanda cavab edir 1, yəni B variantı. Gəlirəm 18 nömrəli suala. İki maddi nöqtənin hərəkət tənliyi şəklindədir. T bərabərdir 0 anında ikinci nöqtənin birinciyə nəzərən sürətini tapın. Baxın, birincinin sürəti var, -2-dir. Amma ikincinin sürəti yoxdur. Başlanğıc anda V0 yoxdur ki, tənliyimdə yazmayıblar. Yəni V2 olur 0. Mən deyir T0 anında ikinci nöqtənin birinciyə nəzərən sürətini tapın. Onda yazıram V2 bir bərabərdir. V2 çıxılsın V1-ə. O da bərabərdir. Burada V2 0-dır. 0-dan çıxıram -2-ni. O da mənə verir müsbət 2 metr bölünsün saniyəcə. Yəni cavab olur Y variantı. 19 nömrəli sual. Avtomobil hərəkət vaxtının 1/4 hissəsini 8 metr bölü saniyə sürətlə, qalan hissəsini isə 4 metr bölü saniyə sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini tapın. Baxın, 1/4-ni gedibsə, nə qədər vaxtı qalıb bunun? 4/3-ü. Deməli, onda yazaram. T1-im 4/1-dir. Ona uyğun V1-im 8-dir. 4/1-ni gedib qalan zaman müddətim T2-im 4/3-dür. Ona uyğun sürətim V2 isə 4-dür. Onda orta sürətin düsturunu yazaram. V orta bərabərdir. S böl T. S açaram buradan. S1 plus S2 şəklində. T-ni də açaram T1 plus T2 şəklində. Buradan da S-ləri də açaram. Yazaram S üçün V1 T1 üstə gəlinsin V2 T2 bölünsün T1 plus T2. İndi burada məxrəcdə zamanları toplayanda 4/1 ilə 4/3 məxrəc 1 verir. Heç onu yazmayacağım. Sadəcə yazıram V orta bərabərdir. Bunların yerinə qoyacağım. V1-im 8 vurulsun. T1-im 4/1 üstə gəlinsin. V2-im 4, T2-im də 4/3. Bu 4-lər gedir. Bundan da bunu ixtisar aparsam 2 üstə gəl 3 cavab edir 5. Yəni mənim orta sürətim 5 edir. A variantı. Gəlirəm növbəti suala, 20 nömrəli suala. X ox üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. 4 saniyə müddətində onun orta sürətini hesablayın. Baxın, 4 saniyə müddətində orta sürət istəyir. Əvvəla, mən bu üçbucağın sahəsindən S-imi taparam. S bərabərdir, 2-də 1 vurulsun. Bir tərəfi 5, bir tərəfi 4. Bu edir 10. Sonra da V orta sürətim bərabər olar, S bölünsün T-yə.
S var. 10 tapmışam. Tez zamanda 4 verib. Onu da 4'ə bölərəm. Taparam ki, orta sürətim 2/5-ə bərabərdir. Yəni cavab olur Y variantı. Gəlirəm 21 nömrəli suala. 21 nömrəli sualda bizə deyir ki, V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə yerə nəzərən sürət 3V olan sərnişin gedir. Mənə deyir ki, sərnişin eskalatorla bağlı hesablama sistemində sürət. Deməli, baxın, V sürəti ilə hərəkət edən eskalator deyil. Deməli, mənim cismimin, yəni eskalatorumuz sürəti var. V eskalator bərabərdir V. Və yerə nəzərən sürət də var. Yerə nəzərən 3V. Deyir ki, sərnişin eskalatorla həmin istiqamət, yəni eyni istiqamətdə hərəkət edir. Və yerə nəzərən sürət bərabərdir. V eskalator plus V sərnişin. Məndən sərnişin sürətini istəyirsə, buradan tapsam, yerə nəzərən sürətdən eskalatorun sürətini çıxmalıyam. Yerə nəzərən sürət 3V'dir. Çıxıram eskalatorun sürəti V'ni. Bu da mənə verir 2V. Cavab olur C variantı. Gəlirəm 22 nömrəli suala. V sürəti ilə hərəkət edən eskalator üzərində həmin istiqamətdə eskalatora nəzərən 3V sürəti ilə sərnişin gedir. Sərnişin yerlə bağlı hesablama sistemində sürətini tapın. Baxın, V sürəti ilə hərəkət edən eskalator. Deməli, eskalatorumuz sürəti V-dir. Və eskalatora nəzərən sürəti 3V olan sərnişin gedir. Deməli, bu da mənim sərnişinimin sürətidir. 3V. Mənim yerə nəzərən sürətim istəyir və bunlar eyni istiqamətdədir. V yerə nəzərən bərabərdir. V eskalator plus V sərnişin. V eskalatorun sürəti 3V'dir. Sərnişin sürəti də V'dir. Bunları da toplayaram, mənə verər cavab 4V. Cavab olur Y variantı. Gələk 23 nömrəli suala. 23 nömrəli sualda deyir, X oxu üzrə hərəkət edən düz xətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının zamandan asılılıq qrafikləri təsvir olunmuşdur. A cismin hansı cismə nəzərən sürətin modulu ən kiçikdir. Dedik ki, nə vaxt ən kiçik qiymət alırıq? Çıxılanda. Nə vaxt çıxırıq? Eyni istiqamətdə olanda. Baxıram ki, A cismində sürət müsbətli X oxu istiqamətindədir. Deməli, mən ən kiçiyi tapmaq üçün ikinci cismimin də hərəkət istiqaməti X oxu olmalıdır. Ona görə 3, 4, 5 atarım. 3, 4, 5 getdim. Qaldı 1-dən 2. Hansı sürətin modulu böyükdürsə, onun aya nəzərən nisbi sürəti ən kiçik olacaq. Çünki çıxılanda kiçik qiymət alınacaqdır. Və ya belə baxa bilərsiniz. Bunlara məsələn özümdən 5, 10, 15 desəm, A-dan hər birini çıxanda, məsələn A-dan birincinin çıxanda 5 edir, ikincinin çıxanda 10 edir. Görürəm hansının sürəti daha kiçik alınır? 1-in. Deməli cavab 1-dir. B variantı. 24 nömrəli sual. İki cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Qrafiklərdən hansı ikinci cismin birinci cismə nəzərən nisbətən sürətinin proyeksiyasının zamandan asılı. Baxın, görürəm ki, grafikim düz xətdir. Deməli, bu bərabər sürətli hərəkətin grafikidir. Deməli, bərabər sürətli hərəkətin grafiklərini saxlayıram, qalanlarını sildim. Bucağa baxıram. Görürəm ki, birin bucağı 2-dən böyükdür. Deməli, birin sürəti 2-dən böyük olmalıdır. Mənə deyir, ikincinin birinciyə nəzərən nisbi sürət. Bunlar eyni istiqamətdədir. 2-dən biri çıxmalıyam. Baxıram, 2 kiçik ədəddir. Kiçik ədəddən böyük ədədə çıxsam, mən mənfi alaram. Deməli, onda mənim qrafikim mənfidə olmalıdır. Ona görə cavab A variantı. Gəlirəm 25 nömrəli suala. Deyir, X oxu üzrə hərəkət edən 5 müxtəlif cismin və A cismin yer dəyişmələrinin proyeksiyalarının zamandan asılılıq qrafikləri verilmişdir. Hansı cismə nəzərən A cismin sürətin modulu ən kiçikdir. Dedik ki, ən kiçik olması üçün çıxılmalıdır. Nə vaxt çıxılır? Eyni istiqamətdə. Ona görə əks istiqamətdə olanları atıram. Ən kiçik olması üçün də A'ya ən yaxın olmalıdır ki, çıxılanda kiçik rəqəm alınsın. Ona görə də cavab Y variantı. 26 nömrəli sual. X oxu üzrə hərəkət edən 5 müxtəlif cismin və A cismin yer dəyişmələrinin proyeksiyalarının zamandan asılılıq qrafikləri verilmişdir. Hansı cismə nəzərən A cismin sürəti modulu ən kiçikdir? Baxın, yenə ən kiçik deyil. Deməli, çıxmalıyam. Çıxmaq üçün A ilə eyni istiqamətdə olmalıdır cisim. A baxıram, X oxunun əksinədir. Deməli, bununla eyni istiqamətdə olmalıdır. Qalanları getdi. Ən kiçik olması üçün də A-dan ən böyük rəqəmi çıxmalıyam. O da 5-dir. Cavab C var. 27 nömrəli sualda bizə deyir ki, cismin hərəkət tənliyi x bərabərdə 10 üstəgəl 5D şəklindədir. Hərəkət tənlikləri verilmiş hansı cismə nəzərən bu cismin sürətin modulu ən böyükdür. Fikir verin, sürətin modulu nisbi sürətdə nə vaxt maksimum olur? Əks istiqamətdə olanda. Əks istiqamətdə onda biz sürətləri toplayırıq və böyük qiymət alırıq. Mən baxıram ki, burada sürətim
müsbətdir, x oxu istiqamətdədir. Mənə isə deyir ki, harda ən böyük qiymət alır, özdə modul. Yəni mənfiyə baxmıram. Baxıram ki, bununla əks istiqamətdə olmalıdır. Deməli, mənim axtardığım sürətin qabağı mənfi olmalıdır ki, bunlar əks istiqamətdə olsun və mən bunları toplayım. Deməli, müsbət olanları atıram. Mənfilərdən də ən böyük olan hansıdır? Mənfi 5'dir. Ona görə cavab olur C variantı. Gəlirəm 28 nömrəli. Baxın bu suala. Deyir ki, cismin hərəkət tənliyi x bərabər 20/10 şəklindədir. Hərəkət tənlikləri vermiş hansı cismə nəzərən bu cismin sürətin modulu daha kiçikdir. Biz nə vaxt kiçik qiymət alırıq? Çıxanda. Nə vaxt çıxırıq? Eyni istiqamətdə olanda. Baxıram ki, mənim burada sürətim mənfidir. Deməli, axtardığım sürətin qabağı da mənfi olmalıdır. Qalan variantları çıxaram. Baxıram, B ilə D qaldı. Daha kiçik olması üçün, yəni ən böyük qiyməti çıxmalıyam ki, ən kiçik qiymət alım da. Ona görə də mənfi onu götürərəm. Yəni cavab olur B variantı. 29 nömrəli sual. Gəminin çayın axını istiqamətindəki sürəti 25 km/saat, axının əksi istiqamətindəki sürəti 14 km/saat olarsa çayın sürətini tapın. Baxın. Axın istiqamətdə və əks istiqamətdə. Axın istiqamətdə deməli, gəminin sürətini verib, onda V bərabərdir 25 üstəgəl V çay. Axının əksi istiqamətində V bərabərdir 14 çıxılsın V çay. Onda S üçün birinci yazıram, S bərabərdir 25 üstəgəlinsin V çay vurulsun T. Digər üçün də yazıram, S bərabərdir 14 çıxılsın V çay vurulsun T. Eyni məsafə qət etdikləri üçün S-ləri bərabərləşdirərəm, T-lər də gedər. Onda nə qalar? Qalar 25 üstəgəlinsin V çay bərabər olar 14 çıxılsın V çaya. Buradan 2 V çay bərabərdir 11'ə. Onda V çay bərabərdir 5,5 km/saat. Cavab olur Y variantı. Gəlirəm növbəti suala. Şəkildə 3 avtomobilin sürətləri və hərəkət istiqamətləri verilmişdir. Avtomobillərin ikincinin birinciyə nəzərən, ikincinin üçüncüyə nəzərən və üçüncünün birinciyə nəzərən nisbi sürətlərini tapın. Gəlin birincini tapaq. Birinci məndən ikincinin birinciyə nəzərən istəyir. 2 ilə 1'ə baxıram ki, hər ikisi eyni istiqamətdə gedir. İkincidən birincini çıxıram. 100'dən 60 çıxıram 40. İkincini tapıram. İkincidə mənə deyir, ikincinin üçüncüyə nəzərən tap. Baxıram ki, ikinci sağa doğru gedir, üçüncü sola. Əks istiqamətdədir, toplamalıyam. Onda ikincinin üçüncüyə nəzərən bərabərdir. 100 ilə 80'i toplayaram, 180. Üçüncüdə isə mənə deyir, üçüncünün birinciyə nəzərən. Üçüncü sola doğru gedir, birinci sağa. Əks istiqamətdədir, yenə toplayıram. Deməli, üçüncünün sürəti 80, birincininki 60 toplayıram, 140. İndi qrafikdə seçməliyik. Birinci 40'dır, ikinci 180 olmalıdır. Üçüncü də 140 olmalıdır. Cavab olur C variantı. Gəlirəm növbəti suala 31. Deyir ki, eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cisimlərin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürəti modulu ən kiçikdir. Dedik, nə vaxt ən kiçik qiymət alır nisbi sürət? Çıxılanda. Nə vaxt çıxırıq? Eyni istiqamətdə olanda. Deməli, A ilə eyni istiqamətdə olanı götürməliyəm. A sağadırsa, 2 də sağa olur. C variantı. 32 nömrəli sualda deyir, başlanğıc koordinatları eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılığı verilib. Hansı zaman intervalında cisimlər bir-birinə yaxınlaşır? Yaxınlaşanda aradakı məsafə azalır. Baxın, sürət qrafiklərində qrafikləri kəsişənə qədər aradakı məsafə artır. Kəsişdikləri nöqtədə maksimum olur. Kəsişdikdən sonra isə azalır. Bizdən də azaları soruşur ki, bunlar bir-birinə yaxınlaşsın. O da T4, T5. Sonra 33 nömrəli sualda şəkildə başlanğıc koordinatları eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılığı təsvir olunmuşdur. Hansı zaman intervalında cisimlər bir-birinə yaxınlaşır? Yenə məsafə azalmalıdır, ona görə kəsişəndən sonrakını götürürəm. T4, T5. C variantı. 34 nömrəli sual. Deyir ki, başlanğıc koordinatları eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyası zamandan asılılıq qrafikləri verilmişdir. Hansı zaman anda cisimlər arasındakı məsafə ən böyük olar? Bilirik kəsişdiyi nöqtədə, yəni T4 anında. C variantı. 35 nömrəli sualda deyir, düz xətli hərəkət edən iki cismin yerə nəzərən sürət vektorları təsvir olunmuşdur. Birinci cismin ikinci cismə nəzərən sürətin istiqaməti hansıdır? Deməli, birinci vektorlarımın başlanğıcını eyni bir nöqtəyə gətirərəm. Elə burada göstərim. İkincini buradan silərəm.
Birincinin ayağından təzədən çəkərəm bu şəkildə. İkinci. Və mənə deyir ki, birincinin ikinciyə nəzərən, əgər birincinin ikinciyə nəzərən deyirsə, onda qrafikimi 2-dən 1-ə doğru çəkirəm. Bu şəkildə cavab olur B variantı. Gəlirəm növbəti suala. Deyir ki, düz xətlə hərəkət edən iki cismin yerə nəzərən sürət vektorları təsvir olmuşdur. İkincinin birinciyə nəzərən. Əvvəla başlanğıclarını eyni nöqtəyə gətirək, belə edək. İkincini buradan silim. Bura qoyaq ikincini. Aha. İndi mənə nə deyir? Mənə deyir ki, ikincinin birinciyə nəzərən. V2 1 istəyir. Onda mən nə edirəm? 1-dən 2-yə doğru çəkirəm qrafikimi. Yəni cavab olur B variantı. Gəlirəm 37 nömrəli sualda. Şəkildə O nöqtəsindən hərəkətə başlayaraq çayın digər sahilinə doğru üzən 3 üzgüçün sürət vektorları göstərilmişdir. Üzgüçlərin çayı keçmə müddətləri arasında məsafə. Əgər üzgüçlərin y oxu üzrə sürətləri bərabərdirsə, sürətlərinin proyeksiyaları bərabərdirsə, onların qarşı sahilə çatma müddətləri də bərabər olur. Y oxu üzrə baxanda görürəm ki, birinci də 2 dama qalxıb, ikinci də, üçüncü də. Deməli, bunların sürətləri Y oxu üzrə bərabərdir. Onda qarşı sahilə çatma müddətləri də bərabərdir. Cavab A variantı. Gəlirəm 38 nömrəli suala. X oxu üzrə hərəkət edən və başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamandansıllıq qrafiki verilmişdir. Hansı zaman anda cisimlər arasındakı məsafə ən böyük olacaqdır? Biz bilirik ki, kəsişdikləri nöqtədə, yəni T4-də. 39. Müşahidə başlanan anda bir-birindən müəyyən S0 məsafədə olan iki avtomobil sabit 2 və V sürəti ilə hərəkət edir. Hansı qrafik avtomobillər arasındakı məsafənin zamandan asıllığına uyğun gəlir? Baxın, görürəm ki, arxadakı avtomobilin sürəti qabaqdakından çoxdur. Bu deməkdir ki, bu yavaş-yavaş gəlib qabaqdakına çatacaq. Yəni, qabaqdakına çatdıqca aradakı məsafə azalacaq. Gəlib qabaqdakına çatandan sonra sürəti çox daxı. Qabaqdakını ötüb keçəcək və yavaş-yavaş aralarındakı məsafə artacaqdır. Birinci məsafə azalar, ikinci artar. Cavab olur C variantı. Daha sonra 40 nömrəli sualda çayın axın sürəti və çay və 500 güçün suya nəzərən sürət vektorları verilmişdir. O nöqtəsindən üzməyə başlayan hansı üzgüçü qarşı sahilə A nöqtəsində çıxacaqdır? Bunu tapmaq üçün, baxın, çay vektorunu birinciyi yoxlayıram. Çay vektorunu birinin ucuna paralel köçürürəm. Və buradan vektorumu çəkirəm. Və görürəm ki, A nöqtəsindən çıxır. Deməli, 1 nöqtəsində olan üzgüçü A nöqtəsindən çıxa bilər. Amma məsələn, 2-ni yoxlasam, cavab 1-dir. 2-ni yoxlasam, məsələn, 2-nin ucuna çayı qoydum. Bunu çəkəndə gəlib buradan çıxır. Məndən A nöqtəsindən çıxanı istədiyi üçün elə 1-i götürürəm. Cavab A variantı. 41 nömrəli sual. İki cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Hansı qrafik ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasının zamandan asıllığına uyğundur? Baxın, nisbi sürəti 2 dəfə tapacam. Bir dəfə başlanğıc sürətlər üçün tapıram. Deməli, eyni istiqamətdədir. İkincinin birinciyə nəzərən deyir. İkincinin başlanğıc sürətindən birinciyi çıxmalıyam. İkincinin başlanğıc sürəti 0-dır. Çıxıram. Birincininki 5-dir. Bu edir -5. Deməli, bunların qrafiki -5-dən başlamalıdır. Bunlar getdi. Ya 7, ya D. Sonra bir dəfə də kəsişdikləri nöqtənin nisbi sürətini tapıram. Bu zaman V1 də 5-dir. V2 də 5-dir. Çünki kəsişib ikisinin də sürəti eynidir. Çıxanda ikincidən birincinin cavab 0 verir. Deməli, ikinci halda bunların nisbi sürəti 0-a yaxınlaşıb 0 olur. Ona görə də cavabı götürərəm D variantı.